sabahın alimlərində tibb və sağlamlıq nominasiyası üzrə birinci yerə layiq görülmüşük. Biz insulin iynələrinin daşınması üçün ağıllı bir termos ixtira etmişik. Bizim məktəbdə şagird, mənim həm də qohumum sayılan bir uşaq var idi. O 7-ci sinif şagird olan bir qız idi. O da diabet xəstəsindən biri idi. Ondan sonra isə təəssüf ki, rəhmətə getdi. Özümü çox pis elədim bu hadisədən sonra. Mən dedim ki, bəs biz 21-ci əsrdə yaşayırıq. Teknologiya dövründə yaşayırıq. Ona görə o qədər cihazlar var ki, niyə hələ də belə bir cihaz yaranmayıb ki, bu qədər qlobal problemə yaxşı həll olmayıb. Şəmsin bu ideyası həqiqətən də mənə motivasiya verdi və bununla biz Instamızı yaratdıq. Insta sayəsində biz insulini rahat şəkildə daşımaqlarını xəstələrə təmin edirik və həmçinin Insta dünyada 537 milyon diabet xəstəsinin istifadə edə biləcəyi möhtəşəm bir qurğudur. Insta öz adını dediyimiz kimi insulin stabilitetdən götürür. Bizim burada məqsədimiz insulin iynəsinin temperatur sabitliyini qorumaqdır. Çünki insulin bilirik ki, bir hormondur, mədə-altı vəzni istehsal etdiyi bir hormondur və o zülal mənşəlidir. Bu insulin -2, -8 dərəcə Selsius arasında yaşayır. Bu intervaldan 1 dərəcə sonra kənara çıxmaq xəstəni müxtəlif risklərlə üz-üzə qoya bilər. Bu problemi aradan qaldırmaq üçün isə biz öz qurğumuzu hamıya təqdim edirik. Biz cihazımızın iç quruluşunu elə qurmuşuq ki, hava rahat dövr edə bilir və 3 insulin şprisi təhlükəsiz şəkildə içində yerləşir. İçində sensor var, temperaturu hər 5 saniyədən bir ölçür. Əgər istilik kritik həddə çatarsa, Peltier modul soyuducu işə düşür və səssizcəsinə soyutmağa başlayır. Bizim bildiyimizə görə Peltierin bir tərəfi soyutduğu, digər tərəfi isitdiyinə görə biz isitdiyi tərəfə səngiş əlavə etmişik ki, Peltier həddindən artıq qızmasın. İçində 3 dənə insulin şprisi var. Təhlükəsiz şəkildə içində tərpənmədən yerləşirlər. Onlar birbaşa soyuducuda təmasa gəlmirlər. Dərman donmur və zədələnmir. Mikrosoyuducunu havanın rahat dövr edə bilir. Biz iynələrimizin arasında plasmas bir boru yerləşdirmişik. Bu borunun daxilində isə dondurucu bir maye var. Peltier demək olar ki, məhz bu mayeni soyudur və bu maye isə öz sərinliyini digər insulin şprislərini verir. Biz Insta ilə bərabər 34 gün boyunca sınaqlar apardıq. Onun daxili temperaturunu hər 12 saatdan bir ölçdük. Müəyyən etdik ki, Insta daxili temperaturu cəmi 0,9 dərəcə sapma ilə sabit saxlayır. Bu isə insulinin bioeffektivliyinin 98% qorunmağı deməkdir. Biz batareyalarımız həm şarj olunan, həm də güclü batareyalardır. Bu cihaz 36 saat fasiləsiz, 48 saat isə fasiləli işləyə bilər. Ən maraqlı hissə budur ki, maddi cəhətdən bizim cihazımız 4 dəfə daha ucuz başa gəlir. Yəni 48-62 AZN arası. Bizim hədəfimiz təkcə Azərbaycan yox, insulin daşımağı problemi olan bütün dünya bazarıdır. Insta yalnızca şəxsi istifadə üçün deyil. O, xəstəxanalardan tutmuş, təcili tibbi yardımlara qədər istifadə oluna bilər. Müxtəlif vaksinlərin daşınmağında, insulin kimi həssas hormonlarla ibarət dərmanların daşınmağında istifadə oluna bilər. Gələcək hədəfimiz odur ki, biz gələcəkdə ikimiz də həkim olmaq arzumuz var. Yəni, insanlara kömək etmək və onların sağlamlığımızı birinci yerdə olmalı bizim məqsədimiz. Həm Azərbaycanda, həm xaricdə təhsilimizi davam etdirmək istəyirik ki, həm öz ölkəmiz üçün, həm öz vətəndaşlarımız, həm də dünyada olan bütün insanlar üçün yararlı vətəndaşlara, yararlı insanlara çevrilək, onlara xidmət edək və onlara rahat və sağlam bir həyat bəxş edək.